Hər vaxtınız xeyir. Bu gün artıq seriyamıza 19-cu dərsimizlə qaldığımız yerdən davam edirik. Gəlin 19-cu dərsimizə davam edək. Bu gün artıq keçdiyimiz bəzi düsturların təkrarlarından danışacağıq. Baxın, hətta buna sınaq olaraq belə bir cədvəlimiz var. Bu cədvəli hətta biraz böyüdüm. Baxın, belə bir datamız var və bu datada məlumatlar verilib, məhsullar verilib, eyni formada miqdarları, qiymətləri verilib. Qiymətlər isə biz doldurmalıyıq və bizə hər bir məhsuldan bir ədəd olmaqla hamısının qiymətləri yan kiçik cədvəldə verilib. Yəni bu cədvəldə baxın, buradakı məhsulların təkrar istifadə olunaraq yazılışları var. Biz indi balaca kiçik cədvəlimizdən istifadə edərək böyük cədvəli doldurmağa çalışacağıq. Deməli, baxırıq ki, bizdə bütün məhsulların adları verilib, eyni formada qiymətləri verilib. Biz indi belə bir şərt ortaya çıxarırıq ki, adlara əsasən qiymətləri bura yerləşdirməliyik. Yaxşı. Burada bəs biz hansı üsullardan istifadə edə bilərik? Ümumilikdə, əslində məntiqlə baxsaq, 3 üsuldan istifadə edə bilərik. Hətta 4 üsuldan. Deyək ki, bizə ən çox lazım olan üsullardan biri XLOOKUP istifadə edə bilərik və ya index plus match istifadə edə bilərik və ya biraz daha əziyyət çəkərsək, if istifadə edə bilərik. Gəlin əvvəlcə baxaq bir-bir nə edirik. İlk əvvəl bərabər yazıram XLOOKUP istifadə edək. Tab vurdum, düsturumu təsdiqlədim. XLOOKUP-in daxilinə baxıram. Axtardığımız dəyər, harada axtarıram və nəyləri bizə lazımdır, yəni nəyi ekranıma yazdırmaq istəyirəm. Deməli, mən axtarıram. Baxın, biraz aşağı çəkim. Deməli, bu dəyərləri axtaracağam bu kiçik cədvəldə. Yəni, misal üçün gəlib buradan telefonu axtaracaq. Deyəcək, burada telefonu tapdım. Qiymət neçədir? 21. 21 gətirib telefonun qarşısına yazacaq. Və ya, misal üçün, ayaqqabını buradan tapacaq. Axtaracaq. Buradan götürəcək ayaqqabını. Gəlib burada axtaracaq. Tapacaq ayaqqabı, misal üçün, ay 6 sütundur və ya ay 5 sütundadır. Baxacaq qiyməti neçədir? 19. Onu götürüb burada ayaqqabının qarşısına yazacaq. Deməli, düsturumuzu necə yazacaq? Yazacaq ki, mən axtarıram bunları. Hamısını seçdim belə birbaşa. Yuxarı çıxdım. Baxın, bu sütunu bütöv seçdim. İndi array istəyir məndən. Yəni, mən bunları harda axtarıram? Mən bunları axtaracam bu cədvəlimdə. Nöqtə vergül. Nə geri qaytaracam? Yəni, nəyləri bizə əsas lazımdır? Bunlar, yəni qiymətlər. Enter vursam, baxıram ki, bütün qiymətləri yazdım. Yaxşı, bəs burada başqa bir məhsul olsaydı, misal üçün deyəyim ki, saat adında bir məhsulumuz var. Baxın, enax xətasını verəcək. Yəni, məhsul tapılmadı. Yaxşı, o zaman, bəs yeni məhsul olduqda necə bir məntiq çıxara bilərik? XLOOKUP-in daxilində belə bir möhtəşəm funksiya var. Baxın, deyirəm, mən bunları axtarıram. Burada axtarıram, nöqtə vergül. Bunları ekranıma yazdır. Bir daha mötərizəni bağlamadan əvvəl nöqtə vergül qoyuram və baxın, if not xətası, if not xətadakı funksiyası. Yəni, əgər məhsul tapılmazsa, yazılsın ki, misal üçün, yeni məhsul. Və həmişə teksti də dırnaq daxilində yazıram. Enter vurduqda baxıram ki, artıq yeni məhsul sözü burada görsəndi. Yaxşı, XLOOKUP istifadə elədik. İndi baxaq ki, bəs index match düsturumuzu necə istifadə edə bilərik? Gəlirəm, bərabərdir indeks yazıram, tab vurdum, düsturumu təsdiqlədim. İndeksdə məqsəd, hətta funksiyanın gedişatı deyil, məqsəd deyil də, XLOOKUP-a nəzərən biraz daha fərqlidir. İndeksin daxilində biz nələri axtarırıq onu seçməliyik. Yəni, ekranımıza nə yazdıracaq? Ekranımıza biz yazdıracaq qiymətləri. Nöqtə vergül. İndi ardınca match düsturunu daxil edirəm. Tab vurdum, təsdiqlədim, baxın. Düstur daxilində düstur. Match-in daxilinə baxıram. Axtardığımız dəyər, axtardığımız aralıq və burada tipi var. Tipini də seçmək məcburiyyət deyil, seçməsəniz də olar, amma biz seçəcəyik. Baxıram, axtardığımız dəyər hansıdır? Eyni XLOOKUP-dakı kimi gəlib burada da bunu seçirəm. Ardınca baxıram, axtardığımız aralıq haradır? Mən bu məhsulları axtaracam burada. Sütun sətirlərin böyük-kiçik olması sizi çaşdırmasın. Burada da gəlib biz sıfırı seçirik ki, əgər məhsulun adını tam dəqiq olaraq tapmasa, oxşarını tapsın, yoxsa tapmasın. Sıfır o deməkdir ki, xeyr, tam dəqiqliyini axtarsın. Sıfırın üzərinə gəlirəm, tab vurub seçirəm, baxın sıfır gəldi. Əllə yaza bilərsiniz. Mötərizəni bağladım, hətta bir daha bağlayıram ki, düsturumuz tam işləsin. Enter vururam və baxıram ki, bütün qiymətləri eyni XLOOKUP-dakı kimi gətirdim. Amma yenə görürəm ki, yeni məhsulun qabağına ena atıb. Yaxşı, bəs biz bu enaya necə bir əvaz tapa bilərik? Bildiyimiz kimi ena bir növ xətadır, errordur. Bunun üçün də if error düsturundan istifadə edə bilərik. Düsturumu bir daha yazıram. Düzdür, bayaq əvvəlini yaza bilərdim, amma bizə məşq olsun deyə yenidən yazıram. İndeks yazdım, match düsturunu daxil edirəm. Deyirəm, bunları axtarıram.
burada axtarıram və tam dəqiqliklə axtarış etsin. Gəlib indi bu düsturun indeksinin əvvəlinə də if error düsturunu atıram. Tab vurub təsdiqləyirəm. Deməli dəyərimiz budur və dəyərimizdə xəta çıxarsa dırnaq içində yeni məhsul yazılsın. Əlbəttə ki, bu indi sizə belə qorxuducu gələ bilər, yəni düstur çox uzandı. Amma elə deyil, yəni dərsləri ardıcıllıqla izləsəniz, görərsiniz ki, əslində hamısı nə qədər sadə formullardır. Enter vururam və baxın, xətanın yerinə artıq yeni məhsul yazdı. Yaxşı, bəs if-lə biz bunu necə edə bilərdik? If-lə işimiz biraz daha çətindir, amma yenə də edə bilərik. Bərabər də yazardıq, if yazardıq, tab vurardıq. Baxın, burada biraz məntiq fərqlidir. Gəlirəm, baxın, seçirəm bu notebook məhsulunu. Deyirəm ki, əgər birinci məhsulun bu xanada nə olduğu fərq eləmir. Bərabər olarsa notebooka sabitləyirəm, yəni bu dəyişməz dəyərdir. O zaman qiyməti yazsın 40. Nöqtə virgül. Yenə gəlib birinci xananı seçirəm. Deyirəm bu xana bərabər olarsa telefona sabitləyirik. O zaman qiyməti yazsın 21. Yerindən gəlib birinci xananı seçirəm. Bərabər olarsa tutaq ki, ayaqqabıya sabitləyirik. O zaman qiymət yazsın 19. Yenidən gəlirəm birinci məhsulu seçirəm. Deyirəm bərabər olarsa, misal üçün buna sabitləyirəm. Nöqtə virgül, qiymət yazsın 43. Yenidən gəlib bu formada seçirəm, bərabərdir yazıram. Misal üçün bərabər olarsa klaviaturaya yazsın 45. Belə bu formada davam etdirə bilərik. Və enter vururam və baxıram ki, qiymətlər doğrudurmu? Bəli, doğrudur. Notebook həqiqətən 40-dır. Misal üçün telefon 21-dir. Enalardakı yazmadıqlarım və yeni məhsullardır. Burada artıq Xcode və indeksdən fərqli olaraq işlər biraz çətinləşir. Kiçik cədvəllərdə istifadə oluna bilər, amma böyük cədvəllərdə çox yaraşıqlı düsturdur. Fərz ki, burada kriteriya 7 ədəd deyil də 100 ədəd olsaydı, biz if simvolunu nə vaxta qədər doldurardıq. Adi 7 məhsul doldurana qədər nə qədər əziyyəcəkdik. Ona görə də ən çox istifadə olunan bunlardır. Düzdür, VLOOKUP da istifadə edə bilərdiniz, amma VLOOKUP da cədvəldən solda olma ehtimalına o işlərimizi biraz çətinləşdirir. Ona görə ən yaxşı funksiyamız bizim XLOOKUP-dir. XLOOKUP-ın bir problemi var ki, 2021-ci ildən əvvəlki Excel-lərdə işləmir, ancaq versiya görə 2021 üstü olsun. Amma indeksməz formulu kombinasiyası isə, yəni demək olar ki, xətasızdır. Yəni düzdür, yadda saxlamaq biraz qəribədir, yəni məntiqini başa düşək. Amma bütün Excel funksiyalarında, bütün Excel seriyalarında işləyir və çox düsturla da kombinasiya oluna bilir.